Salam dəyərli izləyicilər, zəhmət olmasa kanala abunə olun, çünki kanalın sizə ehtiyacı var. Bugün sizə bir bitki haqqında məlumat verəcəm. Mimoza pudica həm botanik, həm də neyrobiologiya baxımından çox maraqlı bir bitkidir. Latıncadan tərcümədə adı utancaq bitki, çəkincən bitkidir. Azca toxunduqda yarpaqlarını dərhal yığar, bağlayar, sanki utanar və ya qorxar. Bu bitki lobya çiçəklər ailəsinə daxildir. Əsas mənşəyi Cənubi Amerikadır. Bitkinin əsas xüsusiyyətləri: yarpaqlar toxunuşa, titrəməyə, istiliyə və hətta işıq dəyişikliyindən reaksiya verər, qatlanar. Bu bitkilər aləmində nadir mexanizmadır. Bu hərəkət turqor təzyiqin dəyişməsi ilə baş verir. Qısa şəkildə turqor təzyiqi haqqında məlumat verim. Turqor təzyiqi bitki hüceyrəsinin içindəki su təzyiqidir. Yəni, hüceyrənin içindəki vakualdakı suyun hüceyrə divarına təzyiqidir. Biraz sadə dillə desək, bitki hüceyrələri su ilə dolur. Bu su hüceyrənin içini şişirdir və hüceyrə divarını içərdən itələyir. Bax, bu daxildən olan təzyiqə turqor təzyiqi deyilir. Bitkilərin dik durması, yarpaqlarının və gövdələrin canlı olması, bitkilərin forması və hərəkəti üçün turqor təzyiqi vacibdir. Mimoza pudica bitkisi turqor təzyiqi səbəbilə hüceyrələrdə su miqdarının dəyişməsi ilə yarpaqlarını yığır. Beləliklə özünü böcəklərdən və zərərlərdən qorumağa çalışır. Bitkilərdə sinir sistemi olmur. Amma Mimoza pudica elektrik impulslara reaksiya verir. Dekorativ bitki kimi yetişdirilir və bəzi ənənəvi təbabətlərdə iltihab və yara müalicəsində istifadə olunur.